Ermənistan İstintaq Komitəsi Eçmədzinin ana taxtı və Araqat Sotun yeparxiyasından 8-dən çox din xadimini çağırıb. Bu barədə onların vəkili Araz Zohrabyan məlumat verib. Vəkil bildirib ki, onlar keşiş Natanın yayılan səs yazısı ilə bağlı cinayət işi çərçivəsində Cinayət Axtarış İdarəsinə çağırılıblar. Vəkil qeyd edib ki, İstintaq Komitəsinə təkcə keşişlər deyil, yüksək rütbəli din xadimlər də çağırılıblar. Sosial şəbəkənin Ermənistan segmentində isə 2023-cü ilin oktyabrında Arxiyepiskop Natan Ovannisyan və Katolikos 2. Qaraginin keçmiş köməkçisi Ağan Yerinjakiyana aid söhbətin səs yazısı da yayılıb. Belə anlaşılır ki, Katolikos 2. Qaragin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib. Bəzi ruhani şəxslər isə buna qarşı çıxıblar. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb və bir neçə yüksək vəzifəli din adamı həbs olunub. Nikol Paşinyan, eləcə də onun ətrafında olan komanda inzibati resurslardan istifadə edərək öz hakimiyyətini möhkəmləndirmək, siyasi müxalifəti, oponenti isə neytrallaşdırmaq hədəflərini ortaya qoyub, səs yazısından irəli gələrək hakimiyyətin bu işi sona çatdırmaq həvəsi özünü göstərməkdədir. Hesab edirəm ki, Nikol Paşinyan bunu demonstrativ etməklə həm öz elektoratı qarşısında güc toplamaq niyyətindədir. Analitiklər bildirirlər ki, Ermənistanın baş naziri sözgedən prosesi nümayişkaranə həyata keçirməklə 5-ci kolona, kilsənin arxasında dayanan qüvvələrə mesaj verir. Bununla həm də hakimiyyətin monolit olduğunu ifadə etməyə çalışır. Bu addımların məntiqi nəticəsi kimi Paşinyan administrasiyası həm də seçkidə zəfər qazanmaq istəyir. Hakim partiyanın, o cümlədən Paşinyanın real Ermənistan layihəsinin icra edilməsi istiqamətində ciddi angillərdən biri sayılır. Müxalifət erməni apostol kilsəsi ilə işbirliyində Ermənistan iqtidarına Azərbaycanla danışıqlarda həddən ziyadə layal və bəzi hallarda da təslimçi mövqe sərgiləməkdə ittiham edirlər. Bununla da seçiciləri gələn iki parlament seçkilərində Paşinyan hakimiyyətinə etibar etməməyə çağırır. Ekspertlərin fikrincə Paşinyan administrasiyası müxalifətin marağına cavab verə biləcək hökuməti formalaşdırmağa çalışır. Heç şübhəsiz ki, hadisələr arxasında geosiyasi faktorlar da var.